xanlıqlar mövzusu ilə deməli növbəti video izahımız isə Qarabağ xanlığı ilə bağlı olacaq. Deməli Qarabağ Bəylərbəyliyi ərazisində yaranmış xanlıqlardan biri də Qarabağ xanlığı idi, bir digəri isə Gəncə xanlığı idi. Gəlin Qarabağ xanlığı haqqında danışaq. Qarabağ xanlığı deməli 1748-1822-ci illərdə mövcud olmuş bir xanlıqdır. Xanlığın əsasını Pənahəli xan qoymuşdu. Pənahəli, yəni Qarabağ ərazisində 24-lər, 32-lər, Çolanı, Kəbirli, Zədoğlular, Baharlı və Cavanşir tayfaları yaşayırdı ki, bu tayfalar Muğan qurultayı zamanı Nadir Şah onları bildiyimiz kimi sürgün etmişdi. Nadir Şahın ölümündən sonra isə geri qayıdaraq Pənahəli xan 1748-ci ildə Qarabağ xanlığının əsasını qoyur. Hətta 1748-ci ildə Bayat qalası da inşa edilir ki, həmin Bayat qalası da Qarabağ xanlığının mərkəzi olur. Elə həmin ildə də 1748-ci ildə Bayat savaşı baş verir ki, bundan öncəki video izahımızda demişdik, Şəki xanlığında Şəki xanlığı məğlub olur və Pənahəli xan bu qalibiyyəti onun nüfuzunu artırır. Daha sonra isə Pənahəli xan Naxçıvanı, Gəncə, İrəvan və Ərdəbili də tabe edir. Pənahəli xan Azərbaycanı birləşdirmə siyasəti yürütmüşdü. Yəni Şəki, Urmiya, Quba xanlıqları kimi Qarabağ xanlığı da Azərbaycanı birləşdirmə siyasəti yürütmüşdü. Qarabağ ərazisində məlikliklər var idi ki, həmin məlikliklər separatçılıqla, yəni bölüşdürmə siyasəti yürüdürdülər və bu zaman Pənahəli xan neyinir? Əlbəttə ki, bu məlikliklər beşli olduğuna görə həmçinin o xəmsə məliklikləri də adlanırdı. İlk öncə Vərəndə məlikliyi öz belə deyək istəyi ilə, daha sonra Ballıqaya döyüşündə Xaçı məlikliyi məğlub olur. Daha sonra Dizaq, Çiləbörd və Talış məliklikləri Pənahəli xana tabe olmuşdu. Dedik ki, 1748-ci ildə Bayat qalası inşa edilir, 1751-də Şahbulaq qalası, 1757-də isə Şuşa qalası inşa edilmişdi. 1757-ci ildə Məhəmməd Həsən xan Qacar Xatınarxı döyüşündə Pənahəli xana məğlub olur və bundan sonra da onun mərkəzi 1757-ci ildə Qarabağın Şuşaya köçürülür. 1759-63-cü illərdə isə Qarabağ xanlığı Urmiya xanlığından asılı vəziyyətə düşüb və 1763-cü ildə bildiyimiz, yəni Şiraz qonaqlığından sonra əsir düşdükdən sonra Pənahəli xan 1763-cü ildə hakimiyyətə oğlu İbrahim Xəlil xan gəlir. 1763-dən 1806-cı ilə kimi İbrahim Xəlil xan olur. İbrahim Xəlil xan da atası kimi birləşdirmə siyasəti aparır və Şəki, Avar, Gürcülərlə qohumluq əlaqələri yaratmışdı. Daha sonra isə Naxçıvanı, Qaradağı, Gəncəni tabe etmişdi. Təbrizdə isə Əsədullah bəyi taxtı çıxardaraq, öz yaxın adamı Əsədullah bəyi taxtı çıxardaraq Təbrizə sahib olmuşdur. 1780-83-cü illərdə isə Gəncə ərazisini o qohumluq əlaqəsi olan, yəni Gürcülərlə, İkinci İrakli ilə birlikdə Gəncə ərazisini bölüşdürmüşdü. Yəni Gəncə Gürcü ilə Qarabağ xanlığı arasında bölüşdürülmüşdü. 1780-81-ci ildə isə Quba ilə döyüş olur ki, bu döyüşdə də İbrahim Xəlil xan 2-ci İraklinin köməkliyi ilə Quba xanlığına qalib gəlmişdi. Daha sonra isə 1795-ci ildə Ağa Məhəmməd xan Qacar deməli Qarabağ xanlığına hücum etmişdi ki, bu yürüşdə məğlub olsa da 1797-ci ildə isə Ağa Məhəmməd xan Qacar Qarabağ xanlığını özündən qalib gələrək özündən asılı vəziyyətə salmışdı Qarabağ xanlığını. 1805-ci ildə isə Kürəkçay müqaviləsi ruslarla imzalanmışdı və daxili müstəqilliyini qorumaq şərti ilə ruslara tabe olmuşdu. Xanlıq isə 1822-ci ildə varlığına son qoyulmuşdu. Belə, Qarabağ xanlığı ilə bağlı əsas vacib məqamları qeyd etdim.